Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizlərə hamımızın ləzzətlə yediyimiz toyuq kababını hazırlama üsulunu göstərəcəm. Çox ləzzətli, ən gözəl versiyası hansıdırsa bu videoda sizlərə təqdim edəcəm. Biz deməli bütöv toyuq almamışıq. Almışıq burada bud və bud dibi bir yerdə. Bunu anaş bildiyimiz anaş toyuqlar var ki, lap iri olur olan budları. Ondan da hazırlaya bilərsiniz. Amma gərək budu 4 tərəfdən də çərtəsiz və üstəlik bud dibini sümükdə 2 hissəyə uzunso formasına bölüb 2-yə ayırasınız və çanaq da əlavə olaraq. Bu günləri elə bil ki, bir belə bud dibdən hazırlayacağıq bir yerdə. Ayrıca bud dibi almışam və qanad. Ən çox yeyilən hissələrdir. Ən ləzzətli hissələrdir. Deməli, birinci növbədə başlayırıq doğranmasından. Bu diblərin üzərində belə hissələr var ki, bunlar sallanan hissələrdir. Bunları ayırırıq. Burada görürsən, belə sümük də qoyublar. Bunlar da çəkilmə ətli dolmada istifadə edə bilərsiniz. Hər iki tərəfindən belə çərtirik, atırıq bir qaba. Bunu da çərtirik ki, keçmişən hissəsidir. Bu dibini də çanaqdan ayıraq. Hamısını eynən bu formada doğrayırıq. Evet, çərtir. Daha sonra bir dənə qaba tomat pastası əlavə edirik. 2 xörək qaşığı. Bizdə elə bil ki 4 kilo toyuq ətinə 2 yemək qaşığı tomat pastası və su. Su ilə açacağıq. Biraz da su əlavə edirik. Bəsdir. Bu qədərin suda açırıq. Kırmızı oldu su. Azca da salçök əlavə edirik. Hardasa yarım çay qaşığı qədərinə bəs eləyər. Bəsdir. Tomatla salçök toyuğa xüsusi rəng verəcək, həm də dad. Düzdür qızım? Hə nənə, bir zəhmət indi bunu sən qarışdırarsan mənim üçün. Hə, qarışdıraram. Allah köməyin olsun. Duz səpin. Hə, öz əlivin dadı keçsin, ala duz səp. Bax hala duzu. İstiyot da səpərsən. Vur. Biraz da o qədər də vur. İstiyot da. Bir də duru yağ vurarsan ki, bastırmanın canına çəksin. Bəs istəyir. Bəsdir. Gözüme çıktı. Bol elə, yağın bol elə.
Biz bu günləri odunla bişirəcəyik. Odunun xüsusi yeri var. Kömürdənsə odun daha yaxşıdır. Bax elə yağı, bəsdir. Hə, bəsdir, bəsdir. Bir zəhmət onu ürəklə bir qarışdır. Balıklı pişirmek. Balıqlı piçenli. Ulan nə qədər balıqlı piçenli yiyir. Ata çabuk bilirsən. Hə. İndi bunu belə bastırma eləyəndən sonra gözləyirik, heç olmasa 2 saat özünü tutsun. Hə, deməli bastırma hazır olandan sonra rənginə bax. Görsən nə qəşəngdir. Hə. Buradan vururuq yavaş-yavaş şişə. Budlar ayrı, bu diblər ayrı, qanadlar ayrı. Bax, çəkdiyimiz yer ki var, bu aşağıda qalmalıdır ki, tam bişsin. Onun üçün çəkdiyimiz bu birinci yerdən şişi salırıq, üstdən çıxmamaq şərti ilə sümüyün altı ilə keçirdirik belə və oynamır, görürsən. Bir də onu qeyd edeyim sizə, biz dərisini çıxarmadıq. Kim istəyirsə çıxara bilər. İndidən deyim ki, biraz qaralacaq. Amma kim istəyirsə dərini çıxarsın, amma dəri ilə xüsusi dadlı olur deyənə, mən dərini çıxarmamışam, qardaş. Hüseyin gəldi, yoxsa hələ inciyib oturub evdə? Hüseyin! Gəl də, gəl atan yanına görün. Onun arşeniyasına bax, divar çək. Qanadı da bax, burada, bu qanad dibi yox. Bu hissəsində ortasında 2 dənə sümük gedir. Bu sümüyün ortasından salırıq, bu tərəfindən çıxardırıq, görürsən. Nə gözəl ətdə, ata. Gözəl ətdir. Ən gözəl sənsən də. Bilirsən onu? Hə. Onu aşağı elə, biraz. Belə. Belə. Hə, bura qədər çəkin. Yaxşı. Sən sözündən çıxmaq olar. O qədər. Biraz da o tərəfə. Yaxşı. Baş üstə. Qıraqla gəl, qorxu yoxdur uşaqda. Biz sənin boyda olanda nağılları inanırıq. İndi buna nağıl danışmalıdır. Yoxsa. Qurmar ya. Qurmadır. Aman. Asla bax. Şişlərə vurduq toyuqları da, gördüyünüz kimi qəşəng rəngi də hamısı yerində, standart ölçüdə. Bu belə. İndi badımcanlar kim istəyirsə quyruqla doğrasın, arasını eləsin. Mən amma biraz belə bu formada qalın doğrayacağam. Biraz bu tərəf elə. Əlvi like tut. Gül biraz. Yox, yaxşı alınmır. Nasıl video çəksənsən? Nənə, neyinisən? Kababın üstünə soğan deyir elə. Özün deyəsən qonşu çağır deyir ki, mallarımı çək. Yorulmuyor. Çox sağ olun, Allah razı olsun. Ne istəyirsən qızım? Xiyar ikisinin nənəsi verəcək. Ana, birinci göbələyi tökür ki, suyun çox verməz. Kimdə varsa bax quyruğu da. Göbələklər içində soğanı xırda-xırda doğrayırıq. Kömür çox gür bizə lazım deyil ki, üstü çox yanmasın. Nə diyor ki, Mada?
Ha, ucuz da, bu il ucuz da. Yaman ucuz. Bir de kebablarımız budur. Valla bu ineği məndən əl çəkmir. Ama baxsan, zarıldır. Bunu biraz tez-tez çevirmək lazımdır ki, çünkü üstü qırmızıdır, tez yana bilər. Yəni özün tutmağını gözləməyin. Açı samavar sana. Bunları biraz da aralayırıq birbirindən. Biraz da yağ vurun ona. Bəsdir, ha bəsdir. Tuz istiyorsun da bu. Hə. Kabablar orta pişmiş olandan sonra böyrü üstə belə böyrəməsinə qoyuruq ki, dörd bir tərəfi də pişsin. Su vurub üstünə tuz vururuq ki, tuzu yapışsın. Burada bax, bunlar biraz qaralmış hissələr var. Bunlar tomatdır ya, yəni ki, yanıb qaralmayıb. Yansaydı köz belə nazik olmazdı. Bu da pişti elə bil qızardı. Əlan, götür. Sən acı bibərin də burada acı, sən acı yiyənsən də. Asiyeyle kalma. İşte. Orası sümüğü yedi. Böyüdü işte be. Nasıl? Necədir? Yaxşı. Yaxşı da. Lazətli. Hazırlayan kəsilmiş olsun. Sağ olun.